Vaxtınız xeyir, belə bir mənzildə qarşınızdayıq. Təmirini yekunlaşdırdıq artıq mənzilin. Premium təmir həyata keçirmişik bu mənzildə və mənzilimiz satışdadır. Olduqca münasib qiymətə. Əvvəl görmüşsünüz bu mənzili bizim kanalımızda. 319 min manata təklif edildi bu mənzili. Hal-hazırda qiymətini endirmişik. 299 min manat endirimli qiymətidir mənzilimizin. Təcili bazar dəyərindən ucuz təklif edirik və mənzildə gördüyünüz üzrə bütün təmir və əşya yerləşimi tam olaraq olduqca ideallıqla və bahalı, keyfiyyətli materiallardan istifadə edərək həyata keçirmişik. Modern bir mənzilimiz var, modern üslubda təmir olunub bu mənzil və bu mənzildə minimalistik tonlarda istifadə eləmişik. Xol hissədən başlayıram, bir-bir hər şeyi təqdim edəcəm sizə. Mənzilimizin təmirinə 58 min manat pul xərcləmişik, təmir və əşya yerləşiminə 55 kvadrat ölçüdədir, qanuni 2 otaqlı mənzildir və bu 55 kvadrat ölçü mənzilin tam olaraq daxilində özünü göstərir. Yəni çöldən çölə ölçü deyil bu. Başqa mənzillərin, başqa elanların 60-65 kvadratları ilə rahatlıqla müqayisə edə bilərsiniz. Başqa elanlarda gördüyünüz başqa binalardakı 65 kvadраtlıq mənzillər məhz 2 otağa düzəlmə olur. Bu mənzildə isə hər şey, bütün otaqlar yerli yerindədir və hamısı birbaşa birinci işıqla təmin olunub və giriş-çıxış ayrı-ayrılıqda koridordadır. Hətta qonaq otağında 3 böyük vitraj pəncərə var. İşıqlanma da ideal vəziyyətdədir. Yəni mənzilə daxil olduğunuz zaman 55 kvadrat olduğunu düşünməyəcəksiniz. Hətta 65-70 kvadrat kimi görənlər də var bu mənzili. Xol hissəni görürsünüz. Xol hissədə biraz kiçik ölçümüz var və bunu da minimalistik tonlardan istifadə edərək həm geniş göstərməyə çalışmışıq, həm də olduqca gözəl görüntü çıxarmışıq deyək. Ortaya giriş qapımız, giriş qapısından girdikdə solda belə bir tam boy güzgümüz var. Kənarları qara rəngdə işlənib və mebel üzləməmiz var. Gördüyünüz kimi şit və elektrik şitini və domofonu burada yerləşdirmişik. Antena şitləri də burada qoyulub. Koridorun xol hissənin işıqlarını buradan idarə edə bilirsiniz və giriş qapısı ilə üzbəüz isə burada qardirob yerləşdirməyə az yerimiz var idi. Onu da biz burada dəyərləndirmişik. Yataq otağından biraz götürərək gömmə bir qardirob mebeli yerləşdirmişik burada 2 qapılı və bunu da yenə güzgü qapaqla istifadə eləmişik ki, girişdə daha geniş bir effekt əldə edə bilək. Daha sonra bu koridor açılır. Gördüyünüz bu 4 qapı, burada mənzilin yataq otağı, burada sanuzeli yerləşir, daha sonra mətbəx və videoya başladığım hissə isə qonaq otağıdır. Sırayla davam edirəm. Qiymət barədə məlumat verdim bayaq, izahını da verim. Bu Whitestone Towers'da bu ölçüdə siz mənzil tapmağınız hal-hazırda qeyri-mümkündür. Premium layihədir bu bina. Tapsanız belə bu 55 kvadratlıq mənzildən, yəni qanuni 2 otaqlı bu ölçüdə mənzili siz 4000-4200 manatdan bir kvadratı Padmayakdan gedir söhbət. Daha yuxarı qiymətə taparsınız. Ona görə deyirəm bu mənzili qaçırmamanızı tövsiyə edirəm. Qiymət kifayət qədər, belə deyək, 6-7 ay əvvəlin satış qiyməti ilə təklif edirik bu mənzili sizə. Yataq dəstinin yerləşimini görürsünüz. Burada da tam rahatlığı və funksionallığı qorumağa çalışmışıq. Tumbaların yerləşiminə qədər bu yataq otağında hər şey ideallıqla düşünüb və həyata keçirmişik. Arxa hissəsi, yatağın üst hissəsi mebel və güzgü üzləmə ilə apşifqa eləmişik, daha doğrusu üzləmə eləmişik. Və belə bir sallama işıq, yenə ümumi konseptə uyğun. Evdə ümumilikdə pərdələr dekor və dekor parça pərdələrdən və belə bir jalüzlərdən istifadə eləmişik. Bu jalüzlər qiymətini yəqin ki bilənlər bilir, adi pərdələrdən olduqca baha qiymətə başa gəlir. Ümumi üsluba uyğun bir mənzil çıxsın ortaya deyə bunu həyata keçirmişik. Burada yataq dəstinə uyğun TV yerləşimini burada həyata keçirmişik. Elektrik sistemimiz və elektrik qutularımız Panasonic'dir. Elektrik sistemimiz Mutlusanla işlənib kabellərimiz və belə bir 4 qapılı böyük ölçülü bir qardirob, tam boy ölçüyə yaxın bir qardirob mebeli istifadə eləmişik. Kifayət qədər geniş, yəni bu ölçülü mənzilə uyğun kifayət qədər geniş bir qardirob mebelidir bu. Yəni 2 qapını evin bəyi üçün, 2 qapını isə evin xanımı paltarları üçün istifadə eləyə bilərsiniz. Daxil işıqlanma da yenə öz növbəsində AUX markalı kondisionerimizi make-up'ın üzərindən həyata keçirmişik və make-up yerləşimi də pufikinə qədər nəzərə alıb ümumi yerləşdirmişik. Evdə ümumi tavan fiqurlarda, bütün otaqlarda, koridorda belə kölgə profillərdən istifadə eləmişik. Gördüyünüz kimi bunların da yəqin qiymətlərini bilənlər bilir. Bir daha qeyd edirəm, evdə ucuzlu iş görünməyib.
hər bir şeydə keyfiyyətə və rahatlığa və funksionallığa önəm verilib. Belə bir sanuzelimiz var, bir sanuzel var mənzildə. Burada da yenə mat teksturalı qranitlərdən istifadə eləmişik. İki rəngdən istifadə edilərək dekorasiya olunub sanuzel. Bir tünd rəng gördüyünüz unitazın arxa hissəsində və nişa, işıqlanma ilə bir nişamız var burada. Və moydada yerləşimi 80'li bir moydadır. Qara rəngdə ümumi aksesuar yerləşiminə, suşulka yerləşiminə istifadə eləmişik. Davam eləyək. Qonaq otağı ilə döşəmə xol və sanuzel və mətbəx boyu qranit üstü döşəmədir. Otaqlarda isə əla növ bambuk parketdən istifadə eləmişik. Laminat deyil bu. Lakin laminat teksturaya oxşar, evin ümumi konseptinə uyğun bir teksturada bambuk parket vurmuşuq döşəməyə. Və belə bir gözəl TV stand ümumi konseptə uyğun. Yenə TV standın arxa hissəsi membran panellərlə üzlənib. Belə bir şüşə saxlanış yeri var. Burada iskilik və yaxud qab-qacaq dəstələrinizi yerləşdirib istifadə edə bilərsiniz. TV atlığı 4 qapı ilə əhatələnib. Belə bir 6 nəfərlik Türkiyə istehsalı yemək masası və burada DJ girintimiz var idi. Buranı da yenə kitablıq kimi tərtib eləmişik. Arxa DVP yerinə güzgüdən istifadə eləmişik yenə. Görüntü daha geniş olsun deyə burada gördüyünüz kimi. Yenə bütün pəncərələrdə loca tipli balkonlardır. Yəni açıb dayanmağa yerlər var hər 3 vitraj pəncərədə gördüyünüz kimi. Böyük ölçüdə bir yumşaq möbil dəstimiz var. Tablolarımız ümumi konseptə uyğun seçilib. Tavan işıqlanma və sair hər şey öz yerində. İndi isə davam edirəm mətbəxlə. Mətbəxdə də yenə kiçik ölçü olmasına baxmayaraq tam hər şeyi yerləşdirməyə çalışmışıq və bunu da bacarmışıq belə deyək. Burada rahatlıqla 2 hətta 3 nəfərlik bir yemək masası yerləşdirə bilərsiniz. TV yerləşimini burada nəzərə almışıq. Mənzildə bir geniş ölçülü balkon, bu da mətbəxin qarşısındandır. Həm mətbəxdən daxil ola bilirsiniz, həm də yataq otağından daxil ola bilirsiniz. 2 otağın qarşısını əhatə eləyir. Paltaryan yerləşimimizi və kombi yerləşimimizi məhz burada həyata keçirmişik. Paltaryanı bu şkafın daxilində yerləşdirmişik. Belə mətbəx möbili isə tam boy mətbəx möbili yığımına həyata keçirmişik. Böyük ölçülü bir Samsung markalı soyuducu burada yerləşdirmişik. Üzəri yenə saxlanış yeridir. Mətbəx möbilinin sinərliyi və üzəri süni mərmərlə qara rəngdə işlənib. Boş markalı bir elektrik sobası və keramika bir qaz və gizli aspiratordan istifadə edərək texnika yerləşimini yekunlaşdırmışıq mətbəxdə. Rahat və funksional bu ölçüdə, yəni bundan rahat bir mənzil tapmağınız hal-hazırda bazarda qeyri-mümkündür. Bir daha qeyd edirəm, mənzili qaçırmamanızı tövsiyə edirik. Whitestone Towers, Gənclik və Nərmanov metrolarına hər ikisinə orta məsafədə şəhərin ən premium ilk 10-luqda olan layihələrindən biridir, belə deyək, və yaxud 20-likdə olan layihələrindən tanınan binalardan biridir. Geniş həyətyanı sahə, yeraltı avtoparking, sürətli liftlər, gözəl bloklar, hər şey ideal səviyyədə olan bir bina. Və 299.000 manat start qiymət, 55 kvadrat tam daxili sahə. Tam əşya və texnika yerləşimi bütün otaqlarda kondisioner var və TV-yə qədər quraşdırmışıq. Əlavə bir şey alınmağına ehtiyac yoxdur mənzildə. Sadəcə şəxsi əşyalarınızı götürüb yerləşib yaşamaq qalır. Mənzil haqqında məndən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, Rekayam var.